Lazerlə sıfırlama əməliyyatı olmuşdu sizdə? Yox, olmamışdı. Ondan sonra meynək taxırsınız. İlk dəfədimi, yoxsa həmişə belə olubmu? Müayinədən keçə bilərsiniz, zaten endirim kuponu sizə təqdim edilibdir. Göz yoğunluğu deyəndə biz bu günləri nədir ki, keçib gedəcək deyə düşünürük, amma o bizim iş keyfiyyətimizə çox təsir edir. Ona görə ən azından biz onu qorumalıyıq. Eynək taxmaqdakı məqsədimiz də odur. Endokrin vəziyyətlə bağlı bunlar bilirsiniz göz dibinə müxtəlif fəsadlar verə bilirlər. Əməliyyatdan sonra da %100 görəcəksiniz, yəni çox rahat bir üsuldur. Hətta sizə Smile və yaxud da ki Femto ilə, onlar da ki bilirsiniz ki tam ağrısız. Yaşınız da elə bir yaşdır ki tam lazerə uyğun bir yaşdır. 40-dan sonra artıq onu eləyə bilməyəcəksiniz. Xeyr. Keçmiş olsun, sağ olun.